Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. 6 aprel 2025-ci il tarixində güvənd kurslarının həyata keçirdiyi Güvənd Sınaq 8-in 11-ci sinif tarix suallarının 2-ci və 3-cü qrupların 11-ci sinif tarix suallarının izahları ilə gəlin tanış olaq. Birinci sualımız duluzçuluq sənətinin mövcud olduğu dövrə aid deyil. Duluzçuluq meydana gəlib neolitdə. Deməli, biz elə cavab tapmalıyıq ki, neolit dövründən əvvələ uyğun gəlsin. Dairəvi yaşayış evləri enolit uyğundur. Burada qəbilə quruluşundan söhbət gedir, doğru fikirdir. Daş alətlərdən istifadə olunması, daş dövründə daş alətlərdən istifadə olunurdu, bu da doğru fikirdir. Lakin axirət dünyasına inamın yaranmaya başlanması, bax bu, orta paleolit dövrünə təsadüf eləyir ki, duluzçuluq sənətindən daha əvvələ uyğun gəlir. 60-cı sualımız xəritə sualı idi və xəritənin izahını verməmişdən əvvəl qeyd edərdim ki, 2-ci, 3-cü qruplarımızın qəbul imtahanlarına mükəmməl şəkildə hazırlaşması üçün sınaq qruplarımıza qeydiyyat davam edir. Sizlər həftənin hər günü Dövlət İmtahan Mərkəzinin sınaqlarını, xüsusi hazırlanmış testləri, model sualları, həmçinin dövlət sınaqlarını işləyərək, onların cavablarını, video izahlarını əldə edərək imtahana mükəmməl şəkildə hazırlaşa bilərsiniz. Bunun üçün 055 403 3753 nömrəsinə yazmağınız kifayətdir. Burada qeyd edeyim. Ətraflı məlumat üçün bu nömrəyə yazıb məlumat əldə edə bilərsiniz. Demək, burada bir Bakıdır, hansı ki 2 Gəncə bölgəsidir, 3 Zəngəzur bölgəsidir ki, Cümhuriyyətimizin emal olunmasından sonra ilk siyasi böhran Gəncədə baş verir. Nuru Paşanın etimadsızlıq göstərməsi birinci hökumətə. Sovet Rusiyası tərəfindən erməni daşnaqlarına verilmişdi Zəngəzur, B gedir 3-ə. Cümhuriyyətimizin istiqlaliyyət bəyannaməsi qəbul edilib Tiflisdə, xəritədə hər hansısa bölgəyə uyğun gəlmir. Xosrov bəy Sultanov Qarabağ General Qubernatorluğunda fəaliyyət göstəribdir, uyğun gəlmir xəritəmizə və Cümhuriyyətimizin parlamenti təsis olunubdur, fəaliyyətə başlayıbdır Bakı şəhərində. Belə olduğu halda 1Y, 2A, 3B cavabımız olur 62-də E bəndi. 63-də 1 və 11-ci əsrlərdə Azərbaycan tarixinə aiddir. Roma ilə əlaqələr yox, müstəqil dövlətlərin meydana gəlməsini ki, tarixə aid edə bilmərik. Burada alanların yürüşüdür. Belə ki, 1, 2, 3-cü əsrlərdə Albaniyanın, 11-ci əsrdə isə Şəddadi üzərinə alan tayfaları qarətçi yürüşlər təşkil etmişdilər. ABŞ-nin Monroe doktrinasını irəli sürməkdə məqsədi James Monroe tərəfindən, ABŞ prezidenti tərəfindən 1823-də qəbul olunur. Burada məqsəd Avropa dövlətlərinin Latin Amerikasındakı öz ağalıqlarını bərpa etməsinə qarşı çıxmaq idi. Yəni, Amerika öz təsir dairəsində saxlamağa çalışırdı Latin Amerikası ölkələrini. Keçid edək 65-ci sualımıza. Birinci Dünya müharibəsi illərində Cənubi Azərbaycanda nə baş verir? Birinci Dünya müharibəsi aid edir 1914-1918-ci ilin 11 noyabrını. Belə ki, bu dövrdə də məşhur hərəkatı 1905-11 yanlışdır. Urmiya şəhərində Urmiya soyqırımı törədilir erməni aysorlar tərəfindən 18-ci ilin martında. B variantı doğrudur. 7-ci əsrin 30-cu illərində Albaniyanın müstəqil dövlətə çevrilməsinə səbəb nə olur? Arşakilərin nüfuzun artması fikri yanlışdır, çünki onlar 510-cu ildə devrilmişdilər. Varaz Qriqor özünü Roma imperatoru yox, Bizans imperatorunun vassalı elan edir. Belə ki, Bizans-Sasani müharibələri nəticəsində onlar mübarizə aparırlar, zəifləyirlər, bax bu təsir göstərir və Xəzərlərin Albaniyanı tərk etməsi, Xəzər tayfalarının Mehranilərin hakimiyyətə gəlməsinə, Albaniyanın müstəqilləşməsinə səbəb olur. 3-4 A bəndi. 67-yə keçid edək. Xəzər xaqanlığı ilə qohumluq münasibətləri Albaniyaya aiddir. Avarlara qarşı mübarizənin aparılması birinci Göytürklərdə də var, Frank dövlətində də var, 4-ə gedir B. Axund dövlətinin ərazisini bölüşdürüb 567-də Göytürklər, Bizansla diplomatik əlaqələrin saxlanılması həm Göytürklərdə, həm Albaniyada var. Bildiyiniz kimi, elə Varaz Qriqor az öncə dedik, Cavanşiri deyə bilərik, Franklarda Böyük Karl da əlaqə saxlayıbdır və ərəb qoşunlarının məğlub edilməsi 732 Parti Franklara aid deyə bilərik, həmçinin elə Böyük Karlın özü də. Belə olduğu təqdirdə cavabımız olur 67-ci sualda. Deməli, 1C, 2A, 3E bəndi D variantı olur. 68-ə baxaq. 20-ci illərin sonlarına doğru Azərbaycanda həyata keçirilən iqtisadi tədbirlərdən söhbət gedir. Demək, bu kollektləşdirmə dövrüdür. Kollektləşdirmə dövrü ilə hərbi kommunizmin oxşar cəhətləri. Bir də yazılıbdır ki, SSR-nin sərt iqtisadi metodlardan istifadə etməsi. Qeyd edeyim ki, fikir olaraq doğru olsa da başlıq olaraq səhvdir. Çünki SSR yaranıbdır 1922-ci ilin dekabrın 30-da. Yəni, Azərbaycanda hərbi kommunizm siyasəti tətbiq olunanda və yaxud da Rusiyada hələ SSR yaranmamışdır. Bir, ona görə yanlışdır.
Kənddə istehsalçının, yəni kəndlərin iqtisadi marağının azalması. Bax, bu doğru fikirdir. Bütün ölkənin ərzaq böhranı ilə qarşı-qarşıya qalması doğru fikirdir. Hansı ki, hələ kollektləşdirmə dövründə kartika sisteminə keçid edirlər, hərbi kommunizm dövründə qaçaqçılıq hərəkatı geniş yayılır. 4 niyə yanlışdır? Kənd təsərrüfatının kollektivləşməsinin həyata keçirilməsi. Kollektivləşdirmə məsələsi elə qeyd elədiyimiz kimi mətndəki fikirlərə aiddir. Yəni hərbi kommunizm dövründə kollektivləşdirmə siyasəti həyata keçirilməyibdir. Ona görə 2-3 B variantı olur cavabımız. 69-a baxaq. Solon islahatları ilə Cümhuriyyətin iqtisadi tədbirlərinin oxşar cəhəti. Belə ki, Solon islahatına əsasən də ərzaq məhsullarının, gündəlik zəruri ərzaq məhsullarının, taxılın ölkədən xaricə çıxarılmasına qadağa qoyulmuşdu. Cümhuriyyətimiz də 2-ci hökumət kabineti dövründə belə bir qərar qəbul etmişdi. Ona görə cavabımız olur E variantı. Şəddadi və Qarxanlı dövlətinə aid ümumi xüsusiyyət, Xəzər xaqanlığına qarşı mübarizənin aparılması. Bunu biz hər ikisinə aid edə bilmərik, çünki Şəddadilər Xəzər tayfaları ilə mübarizə aparıb, Qaraxanlıda yoxdur ümumiyyətlə belə bir məsələ. Məlik Şah tərəfindən süquta uğradılması Şəddadilərə aiddir. Qaraxanlılar 1212-də tam olaraq süquta uğrayıb. Samanililərin ərazisinin ələ keçirilməsi 999-da Qaraxanlılara aiddir. Hər ikisi Səlcuqların yürüşlərinə məruz qalıblar. Klassik feodalizm dövrü 11-15-ci əsrlərdir. Erkən orta əsr türk dövlətləridir hər ikisi. Azərbaycanın 40-80-ci illərinə aid demək, bəstəkarların adı qeyd olunduğu bənd hansıdır? Nəsibə Zeynalova aktrisa idi, bu fikir yanlışdır. Yusif Məmmədəliyev bu Elmlər Akademiyasının rəhbəri olub, elm adamı olub, yanlışdır. Fikrət Əmirov, Qara Qarayev, Şəfiqə Axundova, hansı ki Şərqdə ilk opera yazan qadın bəstəkar. Bax, bunlar doğru verilibdir. 3-cü bənd C olur. Burada Ziba Qəniyeva hərbiçidir. Üzeyir Hacıbəyli bəstəkar olsa da Maral Rəhmanzadə yenə uyğunluğu pozur və 3 uyğunluğumuz C variantımız doğru olur. 72-də doğru cavablar lazım idi. Monqol dövlətinin paytaxtını Pekinə köçürmüşdü Çingiz xan yox. Bunu demək Çingiz xanın varisi eləyir. Xudlayın dövründə idi, yanlışdır. Dehli sultanlığında Məmlüklər sülaləsi hakimiyyətdə olur. 1206-dan elə dövlətin əsasını qoyur. Səfəvilər tərəfindən Teymur hökmdarları himayə edilmişdi fikri doğrudur. Belə ki, Şeybanilərin 1507-ci ildə Teymurlərin varlığına son qoyandan sonra onlar gəlib Şah İsmailə sığınırlar. Monqolların Şərqi Avropaya yürüşlərinin qarşısı alındı 10-10 qurultayında, daha doğrusu qərara alındı 10-10 yox, Qaraqorum qurultayında və 5 doğrudur, hansı ki 2-3-5 C variantı olur 72-də. 73-ə baxaq, Azərbaycan ordusu qisas hərbi əməliyyatını həyata keçirdib 2022-ci ilin avqustunda və Hadrut qəsəbəsinin azad edilməsi bu vətən müharibəsi dövrünə aiddir. Xankəndidə separatçı rejimin məhv edilməsi antiterror əməliyyatlarına aiddir. Cocuq Mərcanlının azad edilməsi Lələtəpə yüksəkliyi, bunlar 2016 aprel döyüşlərinə aiddir. Qırxqız və Sarbaba yüksəklikləri Qarabağ bölgəsindəki həmən yüksəkliklər ordumuzun nəzarətinə keçir. D variantı doğrudur. Xəritədə işarələnmiş hər üç xanlıq, belə ki, burada İrəvan, Gəncə və Təbriz işarə olunubdur. Əfşar tayfasından olan sülalə tərəfindən idarə edilməsi hər üçünə aid ümumi xüsusiyyət kimi qeyd etmək olmaz. Çünki Gəncəni Qacar sülaləsinin nümayəndələri idarə edirdi. Qubalı Fətəli xanın hücumuna məruz qalması Gəncə və yaxud İrəvan və ya Təbriz məruz qalmayıbdır. Hər üçü Qarabağdan müəyyən dövrlərdə asılı olublar. C-ni qeyd eləmək olar. Çələbiyə qarşı ittifaqda iştirak eləmir. Təbriz xanlığı və 19-cu əsrin ilk 10 illiyində ləğv edilmir. Nə İrəvan, nə də Təbriz. Bunu Gəncəyə aid eləmək olar. Daha sonra baş vermişdir 30 illik müharibə 1618, Asburq 1555, Qranadanın süqutu 1492, Tudorlar 1485, Kresi 1346. Deməli, daha sonra baş verən hadisə olur elə 30 illik müharibə A variantı. Əgər onların illərini qeyd elədiksə, mən bunu silin və baxaq 76-cı suala. Burada Nadir Şahın daxili siyasətindən söhbət gedir. Yəni 1736-47-ci illərdən Əfşarlar imperiyasından hərbi dəniz donanmasını təşkil edə bilmir Osmanlı ilə aparılan müharibələrə görə. Azərbaycan adlı əyalət yaradır. Bu tədbiri həyata keçirdir. Bu fikir doğrudur. Vəqf torpaqlarında müsadirə edir dövlətin xeyrinə. 5 yanlışdır ona görə ki, çünki bu hadisəni 1734-də eləyir və o zaman da Nadir Şah deyildi. Səfəvilərdə hərbi vəzifəli bir şəxs idi, vəkil idi. Ona görə 5 yanlış olur, onun hökmdarlığına aid olmur. 2, 3, 5 C variantı olur, doğru cavabımız.
77-yə baxaq 19-cu əsrin ikinci yarısı Cənubi Qafqazda niyə Antıllar Məhkəməsi yaradılmır? Belə ki, Azərbaycanda 1866-cı ildə keçirilən məhkəmə islahatından sonra ruslar istəmirdi ki, cüzi də olsa yerli əhali məhkəmənin iştirakında, yəni onların iştirakına şərait yaransın. Yəni Çar Rusiyası B variantında olduğu kimi yerli əhalinin məhkəmədə iştirakına imkan vermək istəmirdi. Ona görə də Antıllar Məhkəməsi yaratmır. Yanlışdır, ona görə ki, komendantlıq dövrü deyil bu dövrdə. Azərbaycanlı vəkillər var idi. Bu zaten əvvəlcədən ləğv olunmuşdu və əyalət şəhər məhkəmələri də mövcud deyildi bu dövrdə. Yəni B variantı doğru olur. Göstərilənlər nəyin nəticəsidir? Kapitalist iqtisadi sisteminin əsası qoyuldu, milli dövlətlərin yaranmasına əlverişli şərait yarandı. Reformasiya hərəkatından sonra Avropada bax bu kimi tədbirlər baş vermişdi bəndi. Şah İsmail Şah Təhmasibdən fərqli olaraq özbəklərlə müharibə aparmışdımı? Bu oxşar fikirdir. Şirvanşahların varlığına son qoyur Təhmasib. Osmanlıların hücumuna məruz qalmışdı. Hər ikisi Ərəb-İraqını Səfəvi dövlətinə birləşdirir 1503-də, artıq 1507-8-ci illərdə də ətraf bölgələrə də keçmişdi. Yəni D variantı doğrudur. Portuqalları Hörmüzdən çıxarmağa nail olur Şah 1-ci Abbas. 80-ci sualda doğru cavab lazımdır bizə. Münxendə faşistlər qiyam qaldırır, Almaniyada Weimar Respublikası yaranır. Əvvəla Münxendə yox, Kil şəhərində idi bu. Hərbi dənizçilərin qiyam qaldırması nəticəsində 1918 9 noyabrda Almaniya Respublika olur tarixində ilk dəfə, yəni fikir yanlışdır. Davos planının qəbul edilməsi Fransa və Belçikanın Ruhr bölgəsini işğal etməsi. Əksinə, onlar Ruhr bölgəsinə qoşun yeridirlər, sonra Almaniyanın təzminat məsələsini həll etmək üçün Davos planı qəbul edilir. İki də yanlışdır. İngiltərə Fransa sakitləşdirmə siyasəti yürüdür. Bu siyasət uğursuz olur və Sudet vilayəti Almaniyaya birləşdirilir. Bu doğrudur. Montre konfransı 36-da keçirilir. Türkiyə Millətlər Cəmiyyətinə daxil olur. Fikir yanlışdır. Bu Qara dənizdə hərbi donanmaların girişinə qadağa qoyur. Əlaqəsizdir. Və Marna döyüşü 1914 Şliffen planı iflasa uğrayır. Almaniya, yəni fransızları məğlub eləyə bilmir. 3-5 A variantı olur. Cavabımız 80-ci sualda. 81-də məntiqi ardıcıllıqdır. Ağqoyunlu qoşunu 5 Ər döyüşündə məğlub olur. 1461-ci il sülhü pozulur. Bu da Ağqoyunlu Osmanlı müharibələrinin 1472-ci ildə növbəti mərhələsinin başlamasına səbəb olur. D variantı, yəni Ağqoyunlu Osmanlı müharibələrinin növbəti mərhələsi başlayır. 82-ci sualda mənbədə bəhs olunan dövrdə Fransanın cənubunda feodal münasibətlərinin zəif inkişaf etməsinin səbəbi nə idi? Belə ki, Fransanın şimalından fərqli olaraq cənubunda feodal münasibətləri ona görə zəif inkişaf eləmişdi ki, mətndə də qeyd olunduğu kimi xalq yürüşlərinin baş verməsindən sonra ticarət əlaqələri inkişaf eləmişdi və bu da şəhərlərin inkişafına gətirib çıxartmışdı. Yəni sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlərin inkişaf etməsi Fransanın cənubunda feodalizmin daha zəif inkişafına gətirib çıxardır. Açıq suallara keçdikcə göstərilənlərin aid olduğu ölkələr Çində Taypinlər hərəkatına qarşı mübarizə aparıbdı. ABŞ, Böyük Britaniya və Fransa, həmçinin Krım müharibəsində Osmanlı müttəfiq olubdu. Böyük Britaniya və Fransa, deməli ABŞ-ni buradan çıxırıq və Antantanın üzvü olubdu, bax hər ikisi. 2 Böyük Britaniya, 1 Fransa, cavabımız 1-2 olur. 3 burada Almaniya, 4 Avstriya, Macaristan, 5 İtaliya. Qeyd elədiyim 3, 4 və 5, bunların hər üçü zaten Üçlər İttifaqının üzv dövlətləri idilər. 1-2 oldu cavabımız. 19-cu əsrin əvvəllərində Rusiyanın Azərbaycanın şimal torpaqlarının işğalına şərait yaradan hadisələr nələr olur? Belə ki, Çar Nikolayın Şərqi Gürcüstanın daxili müstəqilliyini ləğv etməsi fikri yanlışdır. Çünki o dövrdə 1-ci Nikolay yox, 1-ci Aleksandr belə qərar qəbul edir. Bakı yaxınlığında Rus qoşunlarının komandanı Isyanov öldürülmüşdü. Lakin bu artıq Rusiyanın Azərbaycanı işğal etdiyi bir dövrdə baş verir. Bizə lazımdır ki, Rusiya 1801-də işğala hansı hadisələrdən sonra başlaya bildi? Yəni nə təkan verdi ki, 1801-dən etibarən Rusiya Azərbaycan torpaqlarını işğal eləməyə başladı. Belə ki, Yassi müqaviləsindən sonra Osmanlının fəal siyasət yürütmə imkanından məhrum olması, Qacarlar dövlətində olan siyasi qeyri-sabitlik və həmçinin Azərbaycanın parçalanmış vəziyyətdə olması, xanlıqlar dövründə olması Rusiyanın Azərbaycan torpaqlarının işğalına şərait yaradır. Xronoloji ardıcıllığa baxaq, Şirvanşahlar dövlətinin Cəlalilərdən asılı əslə düşməsi 1367, Sultan Süleyman yürüşü 1534 birinci dəfə, Şəməsi döyüşü 1494,
Əmir Teymur Əlinci qalasını tutur 1400-cü ildə. Ardıcıllığımız olur 1, 4, 3, 2. 86-ya baxaq. Teymuri Şahrux 1421 və 1435-də Azərbaycana hücum eləyib. Qaraqoyunlular üzərinə hücum eləyir və onun müttəfiqləri Şirvanşah 1-ci Xəllullah olur, biri qeyd edə bilərik. Həmçinin Ağqoyunlular olur. Teymurilərin Alaşkert döyüşündə məğlubiyyətə uğraması fikri yanlışdır. Teymurilər Alaşkertdə qalib gəlirlər. Ağqoyunlu ilə dedik müttəfiq olurlar. Qara Yusif yox, Qara İskəndər məğlubiyyətə uğradılır və Herat müqaviləsi Şahruxun dövründə yox, Əbu Səidin dövründə imzalanıbdır. Ona görə təkcə doğru cavablarımız olur 1-dən 3. 87-ci sualdakı uyğunluğa baxaq. İlk əlavə və düzəlişlərin qəbul olunmasına qədər. Amerikada ilk əlavə düzəlişlər olub 1791-də konstitusiyaya. Deyir ki, bax bu 91-ci il düzəlişinə qədər Amerika konstitusiyasının müsbət və mənfi cəhətləri nələr idi? Məhkəmənin hökmü olmadan həbslərin qadağan edilməsi bu ilk düzəlişdən sonraya təsadüf eləyir. Bizə ilk düzəlişdən əvvəlki dövr lazımdır. Yəni orijinal Amerika konstitusiyası necə olubdur? Müsbət mənfi tərəfləri. Köləliyin ləğvi vətəndaş müharibəsinin gedişindədir. Bu da yanlışdır. Hakimiyyət bölgüsünün təsbit olunması bu Amerikanın ilk orijinal konstitusiyasının müsbət cəhətidir. Seçki hüququnun göstərilməməsi isə mənfi cəhətidir. 1C, 2D olur. Qara dərilər mülki və siyasi hüquqlar əldə elədi 1866-cı il. Yəni Amerika konstitusiyasına olan ikinci düzəlişdən sonra. Situasiya ilə videonu dayandırıb tanış ola bilərsiniz. Mən burada sizə doğru cavabları bildirim. Söhbət 7-ci Henrikin qalib gəldiyi Ağ-Qızılgül müharibələrindən gedir. 1455-1485-ci illərdə olan və Ağ-Qızılgül müharibələrinin nəticəsində İngiltərədə Tudorlar sülaləsi hakimiyyətə gəlir. Tudorlar. 90-cı sualda isə 7-ci Henrix hakimiyyətə gələndən sonra hakimiyyətini möhkəmləndirmək üçün hansı tədbirləri görür? Qeyd edə bilərik ki, iri feodallara qarşı mübarizə aparmışdı, uğurlu mübarizə aparmışdı, feodal hərbi dəstələrini ləğv eləmişdi. Hətta bir fikir də qeyd eləmək olar ki, o məhz Aran müharibələrinə son qoyur. İngiltərədə Tudorlar sülaləsinin hakimiyyəti möhkəmləndirmək üçün Aran müharibələrinə son qoymuşdu. Əlavələriniz olarsa şərtdə qeyd edə bilərsiniz. Növbəti sınaq izahlarını, həmçinin dərs izahlarını, sınaq izahlarını dinləmək üçün, öyrənmək üçün məlumatları kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.